Virtual məkanda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizənin baş idarəsi tərəfindən həyata keçirilən əməliyyat texniki tədbirlər nəticəsində zərərli proqramlar satan şəxs ifşa olunub. Müəyyən edilib ki, Sumqayıt şəhər sakini Fərid Cəfərli denevirrat.info domeni altında fəaliyyət göstərən, saytda kompüter sistemlərinə icazəsiz müdaxilə etməyə imkan verən proqramları satışa çıxarıb. O, eyni zamanda mobil zənglərin saxtalaşdırılması, istənilən nömrədən zənglərin yönləndirilməsi və birdəfəlik şifrələrin ötürülməsi kimi funksiyaları yerinə yetirən proqramlarda kriptovalyuta qarşılığında satıb. Kiberpolis əməkdaşlarının həyata keçirdiyi müəyyənləşdirmə və texniki izləmə əməliyyatı nəticəsində o saxlanılıb və baş idarəyə gətirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir. Kriptovalyuta üzərindən təklif edilən şübhəli proqram və xidmətlər çox vaxt kibercinayətkarlığın tələsidir. Dilbər Vüqar qızı, Bölgə TV.